Bəli, növbəti sujetimizdə nədən bəhs olunur? Cəlilabadda tərəvəzçilik sahəsi getdikcə artıq vüsət alıb, geniş vüsət alıb, fermerlərin də diqqət mərkəzindədir. Xüsusilə də yer kökünün artıq bir çox təsərrüfatlarda istehsalına başlanılıb. Amma məsələdə həmçinin, yəni belə deyim, istehsal artdıqca ixrac məsələsi gündəmə gəlir. Çünki yer kökü də ixrac potensialı olan məhsullardandır, amma bu sahədə müəyyən problemlər var. Həmin problemlər nələrdir? Sujetdə bu mövzuya toxunmuşuq. Gəlin sujeti izləyək. Münbit torpaqları və əlverişli iqlim şəraiti ilə seçilən Cəlilabad rayonunda son illər qeyri-ənənəvi tərəvəz bitkilərinin əkini genişləndirilir. Xüsusilə yerkökü istehsalı bu istiqamətdə diqqət çəkən sahələrdən biridir. Kompakt şəkildə salınan müasir əkin sahələri hesabına bölgələrdə iri təsərrüfatlar formalaşıb. 7 ildir mən burada bu əkini bura gətirmişəm. Xarici ölkələrdən toxumlar alırıq, Fransadan, Hollandiyadan. Bu illəri ərəb toxumlarından da istifadə edəcəm inşallah. Mart ayında, yazlıq əkində. Yazlıq və payızlıq mən əkirəm bunu. Üst-üstdən bir 30 hektara qədər bu illəri əkin əkmişəm. Təsərrüfatım da göz qabağındadır. Çox şükür ki, yaxşı da məhsul. Hektara 25-30 tona yaxın məhsul götürürük. Lakin əldə olunan yüksək məhsuldarlığa baxmayaraq, fermerlərin əsas problemi satış və ixrac imkanlarının məhdudluğu ilə bağlıdır. Məqsəd keyfiyyətli yerkökü məhsulunu beynəlxalq bazarlara çıxarmaq və Cəlilabad istehsalını beynəlxalq səviyyədə tanıtmaqdır. Fermerlər bildirirlər ki, ixrac məsələsi həll olunsa, əkin sahələrini və istehsal həcmini ən azı 2 dəfə artırmaq mümkündür. Satışına gələncə daxili bazarda biz bunu yer veririk, daxili bazarda satırıq. Keçən illəri 20 qəpikdən 70 qəpik qədər idi kiloqrama optam satışlar. Bu illəri 20 qəpikdən 60, 50, 55 qəpik arasında dəyişilir. Bu illəri satışımız çox çətinləşib. Biz istəyirik ki, bizim məhsulumuz xarici ölkələrə də ixrac olunsun. Daha da çox hektarlar əkək becərək insanlara xeyir verək. Amma məhsulumuzun becəririk, satışı yoxdur, sata bilmirik, dəyər-dəyməzinə veririk. Bu da bizə biraz həvəsdən salır. Hazırda fermerin dövlətin güzəştli kreditləri hesabına inşa etdirdiyi geniş ambar kompleksi və aldığı müasir aqreqat və texnikalar görülən işləri xeyli əlçatan edib. Sahədən daşınan məhsullar ilk olaraq ərazidə yuyulur və ambara ötürülərək çeşidinə görə müxtəlif çəkilərdə qablaşdırılır. Daha sonra soyuducu kameralarda saxlanılır. Fermerin ən çox üzləşdiyi problemlərdən biri məhsulun açıq sahələrdən tədarükündən sonra onun satış prosesinədək saxlanıc ambarların olmaması ilə bağlı idi. Artıq bir müddətdir ki, ərazidə dövlətin güzəştli dəstəyi ilə təxminən 220 ton həcmində məhsul tutumu olan bu soyuducu kameraların inşa olunması artıq məhsulun həm keyfiyyətli saxlanması üçün eyni zamanda ixrac prosesinə böyük təkan olacaq. Bu ilki hədəfim 1000 tondur. İnşallah 1000 ton mən çox gözəl bilirəm ki, yer köküm yetişib, onu istehsalləmişik və daxili bazarlara aparırıq öz brendimizlə. Amma çox xahiş eləyərdim aidiyyəti qurumlardan bizim xarici ölkəmizə ixracımızı təşkilləsinlər. Biz də qabağımıza qoyduğumuz məqsəddə nail olaq. İqtisadçı ekspert Vüqar Səfərli də fermerlərin ixracla bağlı narahatlığına münasibət bildirib. Birinci növbədə qeyd etmək lazımdır ki, təbii ki, Azərbaycanda ixracın təşviq edilməsi ilə bağlı xüsusi qurumlar fəaliyyət göstərir. Həmin fermerlər həmin bu qurumlara yaxınlaşa bilərlər. Həmin qurumlar onlara potensial bazarların tapılması üçün köməklik göstərə bilərlər. Aidiyyəti üzrə lisenziyaların və sənədlərin alınması üçün köməklik göstərə bilərlər. Onlara dəstək ola bilərlər. Təbii ki, yerli bazarın qiymət aralıqları da xarici bazarla fərq edə bilir. Qeyd edək ki, yer kökü Cəlilabadın torpaq iqlim şəraitinə tam uyğun olduğundan pestisidlərə tələbat minimumdur. Bu isə məhsulun ekoloji cəhətdən təmiz olmasına və ixrac potensialının yüksək qiymətləndirilməsinə imkan yaradır. Mütəxəssislərin fikrincə, ixrac mexanizmlərinin formalaşdırılması bölgədə ixrac yönümlü kənd təsərrüfatının inkişafına və yerli brendin yaranmasına mühüm töhfə verə bilər.